Milli qəhrəmanı iş adamı İbad Hüseynli Xankəndi şəhərində restoran açır. İbad Hüseynli bu barədə sosial şəbəkə hesabında məlumat paylaşıb. Mayın 1-də açılışı olacaq restoran şəhərin mərkəzi meydanında yerləşir və Qarabağ qəhrəmanı adlanır. Qeyd edək ki, İbad Hüseynli həm də Bakıda fəaliyyət göstərən avtobus şirkətinin sahibidir. Həmin şirkət 26 sayılı müntəzəm marşrut xətti üzrə sərnişinlərə xidmət edir. Səhhətim heç ürəkaçan deyil. Əvvəlki kimi gücüm, qüvvətim yoxdur. Müalicəm hələ də davam edir. Düz 1 il yarımdır ki, xəstəlikdən əziyyət çəkirəm. Bunu Yeni Sabahaza xalq artisti Fatma Mahmudova deyib. O, səhhəti və müalicə prosesi ilə bağlı Heydər Əliyev fonduna müraciət edəcəyini bildirib. Dərmanlarım çox bahadır, heç bir köməyim yoxdur. Aldığım maaş və təqaüdlə dolanıram. Çox şükür edirəm ki, 2 balam yanımdadır. Yaxşı dost tanışlarım yanımdadır. Dost tanış da nə qədər gəlsin yanıma. Hamının işi gücü var. Heç kəsdən incimirəm. Dövlətim yanımdadır. Allah ulu öndərə rəhmət etsin. Gərək nə qədər qazanasan ki, bu vəziyyətdən çıxa biləsən. Heç nəyə çatdırmaq olmur. Bunun yeməyi, içməyi, həkimi, müalicəsi var. Dərmanlar da od qiymətindədir. Ala bildinsə yaşayırsan, yoxsa ölürsən. Heydər Əliyev fonduna müraciət etmək fikrim var. Ümid edirəm ki, mənə dəstək olarlar. 57 ildir səhnədəyəm. Milli orduda, daxili qoşunların səngərlərində xidmətlərim olub. Ümid edirəm ki, bütün bunlar nəzərə alınacaq. Qeyd edək ki, Fatma Mahmudova ötən ilin yanvarında insult keçirmişdi. O, İstanbul Enes Klinikasının reanimasiya şöbəsinə yerləşdirilmişdi. May ayında isə sənətçinin qolu sınmışdı.